Bismillah. Oxatan bürcünə cadu təsir edirmi? Qısa desək, çox çətin. Astrologiyaya görə oxatan bürcü caduya ən az təsir edən bürclərdən biridir. Bunun bir neçə səbəbi var. Yupiterin qorunması altındadır. Şans, ilahi müdafiə və geniş enerji verir. Ruhu azaddır. Mənfi enerjini uzun müddət saxlamır. İnancı güclüdür. İstər dini, istər həyat fəlsəfəsi olsun, bu da qoruyucu qalxan yaradır. Tez toparlanır. Cadu olsa belə təsiri qısa müddətli olur. Nə vaxt təsir edə bilər? Yalnız oxatan öz enerjisini aşağı salanda, ümidsizlik, qorxu, qəzəb içində olanda, öz yolundan uzaqlaşanda, özünə inamını itirəndə. Qorunmaq üçün oxatana ən uyğun yollar niyyət və dua, sözlü niyyət çox güclüdür. Səyahət, təbiət, açıq hava enerjini dərhal təmizləyir. Mavi və bənövşəyi rənglər. Yupiter günü, cümə axşamı niyyət etmək. Bunlar hamısı oxatan bürcünü qoruyur.